Naxçıvanda 3 nəfərin ölümünə səbəb olan hadisə ilə bağlı açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb. Naxçıvan Muxtar Respublikası Prokurorluğuna istinadən xəbər verilir ki, Şahbuzda Gölməçədə 3 nəfərin boğularaq ölməsi ilə bağlı istintaq olunan cinayət işi məhkəməyə göndərilib. Belə ki, sentyabrın 4-də saat 22 radələrində Naxçıvan sakinləri 2011-ci il təvəllüdlü Ceyran Hüseynova, onun 1983-cü il təvəllüdlü anası Sevinç Hüseynova, 47-ci il təvəllüdlü nənəsi Səkinə Məmmədovanın Şahbuz rayon Ayrınc kəndində yerləşən fərdi yaşayış evində istirahətdə olan zaman həyətyanı sahədə yerləşən Gölməçədə kustar üsulla düzəldilmiş üzən platformanın aşması nəticəsində boğularaq ölmələri ilə bağlı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun istintaq şöbəsində araşdırma aparılaraq cinayət işi başlanılıb. İbtidai istintaqdan Hikmət Qurbanlının daşınmaz əmlakın icarəyə verilməsi fəaliyyət növü üzrə fərdi sahibkar kimi fəaliyyət göstərdiyi dövrdə vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olma cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Hikmət Qurbanlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib və ona cinayət məcəlləsinin səhlənkarlıq, ehtiyatsızlıqdan bir daha qeyd edək ki, 2 və daha çox şəxsin ölümünə səbəb olduqda maddəsi ilə ittiham elan edilib, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. İbtidai istintaq tamamlanaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Şahbuz rayon məhkəməsinə göndərilib.